Demək, salamünaleyküm uşaqlar. Necəsiniz? Nə var, nə yox? Demək, bu gün mövzumuz trade nədir olacaq. Bu gün sizə paritelər, vaxtlardır, şamların anlamıdır. Bir də TradingView-dən necə istifadə olunur, onu başa salacağam. Hələ videoya tam baxmamışdan əvvəl zəhmət olmasa bir dənə kanala abunə olub, videonu bəyənib, like atmaq ikisi də eyni şeydir belə baxanda. Nəysə, yorum da açsa sevinərəm ki, həm də başqa adamların qarşısına çıxsın. Onlar da bu videodan yararlana bilirsə, yararlansın. Və plus olaraq da ki, bir dediklərimdir, təzə öyrənənlərdir. Bunu bir dəftərə salsalar, qeyd eləsələr, daha belə ağlıza, yadda saxlayarsınız və daha məsələn qrafik açanda daha rahat görəcəksiniz elə şeyləri. Bu gün çox da elə böyük şeylər deyil, amma ki, təməl şeyləri öyrənəcəksiniz açıqcası. Yəni bu da çox önəmlidir. Bunu bilməsəz onsuz marketə girəməyəcəksiniz. Nəysə, bu gün nəyə başa salacağam? Paritelərdir. Birinci pariteləri başa salım. Parite nədir? Parite ümumiyyətcə nədir? Da bilindi də mən ağrımışam. Demək, paritelər bunlardır qısaca adicə. Məsələn, qızıldır, gümüşdür, məsələn, Nasdaqdır, indekslərdir. Sonra məsələn, valyutalar olsun. Biz buna forex bazarı deyirik. Valyutalara forex bazarı deyirik. Məsələn, evro ABŞ dollarına qarşılıq, Yeni Zelandiya ABŞ dollarına qarşılıq, şey olsun, ABŞ dolları, Kanada dolları, məsələn, Bitcoin olsun, dollar olsun, neft olsun, yəni gördüyünüz hər şey, məsələn, hər bir qrafik, hər bir-birindən ayrı qrafikləri hamısı parite deyirik. Məsələn, filankəs deyir ki, məsələn, qızıl paritəsində belənsə bir şey var. Yəni parite o deməkdir. Çox da böyüklərcə bir şey deyil. Sadəcə paritenin nə olduğunu bilin başqa işlə. Demək, sonra birinci şamların mənasını başa salım sizə. Böyüdüm. Sonradan şeyə giriş eləyərik. Məsələn, bu şam qalxış şamıdır. Yaşıl şam həmişə qalxış şamıdır. Məsələn, açılışı buradan olur. Məsələn, bu iynələr nədir? Bu iynələr məsələn qiymətin orada olduğunu göstərir. Yəni orada hərəkət elədiyini və gəlib geridə burada bağladığını, amma bütün əmrlərin isə bu qalın gövdədə yığıldığını göstərir. Yəni məna o mənanı verir sadəcə bunun. Sizə yəni sadəcə bunu başa düşün, başqa heç nə. Yəni bu iynələr olsun, gövdələr olsun bizim üçün çox önəmlidir ki, hansı ki oradan strategiyalarımızı oradan bəlirləyirik biz. Demək, yəni iynə nə idi? Bizim məsəl üçün həmin bu mum orada oranı yoxlayıb həmin o səviyyəni, həmin o qiymətə məsəl üçün də nə başa salım sizə. Məsələn bir stəkandır, qiyməti məsələn 50 dollardır. Məsələn deyirəm. 50 dollardır. Bir gün içində qalxıb 55 dollara, sonra gəlib 54 dollarda bağlayıb. Məsələn, 50 dollar bura fərz eləyin. Yox, bura yox, bura. Necə yaza da bilmirəm, yoxsa yazaram. Bunu çəkərəm bir dəqiqə. Demək, məsələn, stəkanın qiyməti 50 dollardır. Hara, bura. Burada 50 dollar. Nə oldu? Burada seçməliyəm. Demək, stəkanın qiyməti 50 dollardır. Bax, bura rovnu 50 dollardır stəkanın qiyməti. Amma məsələn, bir dəfə çəkməkdir bu. Yox. 50 dollardır. Bax, buradan görürsünüz bir dənə də aşağıda bir dənə də şey var. Buna fitil deyirik biz. Fitil. İynədir, fitildir. Siz nə istəyirsiniz onu deyin. Bura isə bir dəqiqə buranı da çəkim. Bura gəlib, yəni qiymət göstərir ki, buradan gəlib aşağı birinci. Aşağı gəlib. Məsələn, burada olsun deyək ki, məsələn də 49 dollar. Yəni qiymət buranı görüb, 49 dollar aşağı düşüb 49 dollar görüb, sonradan görürsünüz qalxışdır. Yaşıl mumlar qalxış mumlarıdır. Qalxıb, bax burada da bir dənə iynə var. Buranı da çəkək. Deyək ki, burada qiyməti necə başlaysa, nə qədər deyək bura? Deyək ki, bura 66 dollar, 71 dollardır. 70 dollardır lap. 71 deyək ki, bura 70 dollardır. Yəni ki, bu mumun anlamı odur ki, yəni bu mum birinci açıldığında gəlib 49 dollar səviyyəsini görüb, sonradan qalxıb 70 səviyyəsini görüb. Amma burada tutuna bilməyib. Yəni burada 70 dollarda qalmayıb qiymət. Gəlib düşüb, məsəl üçün də 60 dollarda bağlayıb.
60 dollarda bağlayıb qiyməti. Başa düşdünüz necə? Yəni bütün olan məsələn 50 dollarla 60 dollar arasında bütün əmrlər burdadır. Başa düşdünüz nətər? Yəni buna body deyirik. Bu bodydir. Bunun adı body. Nə qəşəng çəkdim ha. Neysə rədd elə bunu. Neysə. Bu bodydir. Body bu fitilimizdir. Bu da həm onun kimi həmin cürü budur. Məsəl üçün də buranın qiyməti məsəl üçün də 60 dollardır. Məsələn, bir stəkan qiyməti 60 dollardır. Məsəl üçün gəlib şey səviyyəsini görüb 55 dollara düşüb. Yox, bu qalxışdı bir dəqiqə. 55-in başını buraxın, 55 deyil bura. Çaşdım burada. Həldim yüksələm onun kimi şey elədim. Hər nəysə. Bura məsələn qiymətin açılışında 60 dollardır stəkan qiyməti. Qalxıb eləyib 65 dollar məsələn indi. 65 dollara qalxıb, yəni o 65 dollara görüb sonra tez düşüb aşağı. Aşağı düşüb bu səviyyə gəlib məsəl üçün də şey səviyyəsini görüb. Nədir onun adı? Deyək ki 75. Yox, aşağıdır. Mən nə edirəm? 75 nədir? Məsələn 40 dollara qədər düşüb. 40 dolları görüb, yəni qiymət 40 dolları görüb, amma ki bu şamı gəlib şeydə bağlayıb. 55 dollar. Yox, 55 dollar eləsəm düz çıxmaz. 45 dollarda. Yuxarı qalxıb, görsən geri çəkilib yuxarı qalxıb qiymət 45 dollarda bağlayıb. Yəni 40 dolları gəldi, gördü. 40 dollar, təzən qalxdı 45 dollar. Təzən bir dənə başdan tam olaraq, indi tam yazılı olaraqdır. Qiymət açılır, şam açılır. Şam açıldıqdan sonra geri çəkilir. Aşağı düşür. 49 dolları gördü. Qalxdı ən yuxarı səviyyəsini, yəni gördüyü səviyyəsi 70 dollar, amma ki burada tutuna bilmir, geri çəkilməklə bir yerdə 60 dollarda qiyməti bağlayır. Yəni qiyməti bunun arasında bağladığı qiymət olanda body gedir bu. Başa düşdünüz nətər? Əmrlərin yığıldığı yer budur. Siz əsas bunu başa düşün. Bir də fitili biləsiniz ki, yəni fitildir də bu, başqa heç nə. Bu da belədir. Mum açılır, qalxır yuxarı 65 dollar səviyyəsini görür. Düşür aşağı 40 dolları görür, geri çəkilir, 45 dollarda bağlayır. Yəni burada çox da çətin bir şey yoxdur. Sadəcə yenə deyirəm, mumu biləsiniz. Bu fitil nədir biləsiniz də, başa düşdünüz? Yəni fitil deyilənə nə deyəcəksiniz? Deyəcəksiniz ki, qiymət o səviyyəyə gəlib, amma orada tuta bilmir, aşağı düşür sadəcə. Əmrlərin yığıldığı yer bodydədir. Vsyo. Başqa heç nə yoxdur burada. Çox uzandı. Balaca, çox asan bir mövzu. Niyə bu qədər uzandı, onu bilmədim. Neysə, bunu qoyaq bura. İndi keçək biz pariteləri başa saldım, vaxtları başa salaq. İndi real chart üstündə də sizə göstərim. Bax, məsəl üçün də Dow Jones-dur bu. Nasdaq-a keç, Nasdaq yaxı qızıla keç. Məsələn, vaxt zaman dilimində 1 dəqiqə var. Nə bilim, bax 1 dəqiqə var. Buranı açım, tam da görəsiniz. Bax, saniyələr var, 1 dəqiqədir, dəqiqələrdir, saatlar, günlər, həftə, aylar. Deyəcəksiniz, bu nədir? Bu 1 dəqiqə, bir dənə bu şamın vaxtını göstərir. 1 dəqiqəlik şam, bir dənə bu şamın vaxtını göstərir. Məsələn, bax, görürsən, burada 3, 2, 1, 0 oldu, bax, bağlanır mum. Və ayrıca görürsünüz, necə hərəkət eləyir. Bax, görürsünüz, mum açıldı, bax, sizə dediyim kimi, bax, mum açıldı bu dəqiqə. Çıxıb ən yüksək səviyyəsi hələ ki buradır. Bax, ən aşağı səviyyəsi buradır. Görürsünüz? Yəni bu qiyməti görübdür. Məsəl üçün də nə vaxt? Yəni həmin vaxt bu qiyməti görübdür bu. Başa düşürsüz? Fitil o deməkdir. Yəni bu səviyyəyə gəlib, bu şam bu səviyyəyə gəlib düşüb. Ondan sonra qalxış eləyir. Görək harda bağlayacaq. Bax, bu da həmin kimi. Gəlib fitil o deməkdir ki, yəni gəlib bu səviyyəni görübdür. Amma body olaraq harda bağlayacaq ona baxaq indi. 28 qoy gözləyək də.
Aysa, bax gördünüz harda bağladı. Yəni ki, burada odur ki, qiymət gördünüz body ilə haracan gəlmişdi. Bax buracan body ilə gəlmişdi qiymət. Sonra gəldi burada bağladı. Yəni onu başa salmağa çalışıram ki, yəni qiymət o yəni fitilin qiymət mənası o deməkdir ki, yəni body ilə oradan gəlir və geri qayıdıb. Yəni qiymətin orada olduğunu göstərir. Əvvəl qiymətin orada olduğunu göstərir, amma oradan geridə bağladığını. Yəni burada da əmrlərin sıxışdığını göstərir. Başqa heç nə. Burada çətin bir şey yoxdur. Düşüş modu bax hamısı elənsin hərəkət eləyir. Yəni indi bildiniz bu 1 dəqiqəliyə bir dənə bu şamın vaxtı 1 dəqiqəlidir. Çünki 1 dəqiqə qrafikdəsiz. Görürsüz? Çox məntiqlidir. Burada 1 dəqiqəlik 3 dəqiqəlik qrafikdir. Bir dənə şamın zamanı 3 dəqiqə. Bu 3 dəqiqəyə açılır. Bu 1 dəqiqə qalıb bağlamağına. Bu bağlanandan sonra 3 dəqiqəlik yəni o şam 3 dəqiqəyə açılıb bağlanacaq. Yəni 3 dəqiqəlik vaxtı olacaq açılandan sonra. 5 dəqiqəlikdir. Bir dənə bu şam 5 dəqiqəyə açılıb bağlanır. Yəni bir dənə bu şam 5 dəqiqədir də. 5 dəqiqə içində hərəkət eləyir, bağlanır. 15 dəqiqə elənçinə, 1 saatlıq da elənçinə, 4 saatlıq da elənçinə, günlük, həftəlik, hətta aylıq, illiklər də var. Yəni əsas odur başa düşün. Görürsüz 22 day, 8 hours. Yəni 22 gün 8 saat var bağlanmasına. Yəni əsas odur bu başa düşürsüz, bu heç. Sonra şeyi də başa salım. Şamların anlamını başa saldım, vaxtları başa saldım, parite nədir? Başa saldım. Trading View necə istifadə olunur? Onu deməzlər. İstifadə olunur deyəndə ki, Trading View-ü yüklürsüz sadəcə. Sizə nə lazımdır? Trading View-dir. Hələ ki orada edə biləcəyiniz çox da bir şey yoxdur. Nə var? Sadəcə yüklüyün də, yəni bütün analizlərdir, falandır, fistandır, burada eləyəcəksiniz. Analizlər burada eləyəcəksiniz, işləmləri başqa yerdə alacaqsınız təbii ki. Yəni analizləri Trading View-də eləyəcəksiniz. Burada yəni belə deyim, axtarış yerində siz kompüterlə mi girəcəksiniz, telefonla mı girəcəksiniz, onu siz qərar verəcəksiniz. Orada axtarış yerinə istədiyiniz şey yaza bilərsiniz. Coin olar, Ethereum olar, qızıl olar və yaxud da gümüş olar yazacaqsınız. Girəcəksiniz. Həmin qrafiki görəcəksiniz. Sonra Trading View belə çox da göstəriləcək bir şey yoxdur. Trading View ilə əlaqəli. Yəni təzə başlayanlar üçün də. Əlavə olaraq indi bir dənə şey sizə başa salım. Ən önəmli şeydir o da, məsəl üçün də. Demək, bu trade üzrə 3 dənə trade var. Əslində 3 də və yaxud da çox var, amma ki əsas 3 dənəsi var. Bir scalp tradingdir. Scalp tradingdir. 2 day trader'dır. Day trader. Day trader mənəm məsəl üçün. Mən day trader eləyirəm. 3-dəki swing trader. Əslində bu bunda yazılır. Position trader. Position trader. Position trader traderlığa tam olaraq girmir. O sadəcə investing kimi bir şey sayılır. Investing uzun vadədir. Amma başa salacağam. Demək, scalp trading. Onlar scalp trading nədir? Qısa müddətli də, məsəl üçün, onlar işləm atsayca, məsəl üçün, onların işləmi 3 dəqiqədə gəlir, 5 dəqiqədə gəlir, 10 dəqiqədə gəlir, belənsən, qısa müddətli. Qısa müddətli trade. Altdan xət nədir? Instagram açırıq. Day trader nədir? Day trader yəni gün ərzində trade artıq açıb bağlayan insana deyirlər. Bunların işləmləri belə deyim də 2 saat çəkə bilər. Məsələn, mən öz işləmlərimi desəm 1 saat çəkir, 2 saat çəkir. Ən yaxşı ehtimal 30 dəqiqə çəkir, yarım saat yəni. 3 saat çəkə bilər, 4 saat çəkə bilər. O da ki marketdən asılıdır. Qrafikdən asılıdır, marketin hərəkətlərindən asılıdır. Day trader. Yəni bunu necə başa salım sizə? Bunlar qısa müddətli orta zaman dilimi. Orta zamanda yazım da. Orta zamanda trade. Demək, swing traderlar uzun vaxt saxlayır. Məsələn, həftələrlə yox. Həftələr belə deyim də, günlərlə saxlayır da, belə deyim. Uzun
vadəli aşağı düşür. Uzun zaman trade yazın. Uzun zaman trade. Yəni ki, bu swing trader, yəni bunlar məsələn 4 saatlıqda, 1 saatlıqda işləmlər axtarır. Başa düşürsüz necə? 4 saatlıqda, 1 saatlıqda işləm axtarır. Onların işləmləri məsəl üçün gətirir, məsəl üçün 3 günə, 4 günə, 5 günə, 6 günə, 1 həftəyə. Başa düşürsüz? Belə onların işləm açanda onların işləmləri o vaxta gətirir. Position trader-də heç nə, investdir. Bunlar illiklə saxlayır. Başa düşürsüz? Ona görə bizə bura uzun vadeli trade. Uzun ona görə bura yazmaq istəmədim. Uzun vadeli trade bura yazmaq istəmədim. Çünki bu 1 həftədir, bu da uzun vadeli tradedir. Yəni position trader elədir. Yəni gözləyir məsəl üçün də, gözləyir ki, bir də qızıl düşsün, qızıl alır, 1 il, 2 il, 3 il saxlayır, məsəl üçün satır. Onlara position trader deyirlər. Yəni bir şeydən məsəl üçün də bir müharibə olur, hər şey çökür. Onlar alırlar, məsəl üçün hər hansı bir, yəni müharibə olanda təbii şeylər çökür də, kriptolar çökür, nə bilim, bəzi şeylər, səhmlər çökə bilər. Oranı gözləyir, onları alır, məsələn tutur 1 il, 2 il, artıq bahalaşanda satır əlindəkiləri. İndi bir də ki, bilməli olduğu əsas şey, hətta hətta yəni belə deyim də, trade atanların, yəni Azərbaycanda deyirəm də, bəlkə Türkiyədə çoxdur, amma ki, Azərbaycanda trade atanların %70%, 60%, yəni şeyi bilmir. Bu dediyim ümumiyyətcə düşüşdən necə qazanır, o şeyi bilmir. Ya deyirlər ki, nədir adı? Nədir adı? Qiyməti longlayanlar shortlayanları yeyir, nə bilim, nağarır, oradakı əmrləri partladır, nağarır. Hələ özünə görə bir iş edir, amma ki, heç biri də düz deyil. Demək, indi məsəl üçün bu marketdə açıq belə deyim. Qalxışdan bilir, hamı bilir necə qazanırıq. Bəs düşüşdən necə qazanırıq? Yəni sən bir şeyin düşüşünə qoyursansa, yəni sən orada necə qazana bilərsən də? Yəni düşüşdən. Siz bunu hətta fiziki olaraq da eləyə bilirsiniz əslində. Məsəl üçün də fiziki olaraq siz məsəl üçün qızıldan pul əldə eləyə bilərsiniz. Qazana bilərsiniz. İndi məsəl deyəcəklər necə? Onun başı salım da mən də sizə. Demək, burada şey yox da. Məsələn bank nə yazıram mən? Birinci, fiziki olaraq başa salacağam, daha rahat başa düşərsən. Məsələn, bir şeyi düşüşdən necə qazanır? Məsəl üçün də trade elədik ki, 2 dənə buton var. Bir qalxmaqdır, bir longdur, bir shortdur. Yəni ki, məsəl üçün bu qiymət, əgər bu qiymətdən bu qiymətin bura qalxacağını düşünürəmsə, long basıram. Bu qiymət aşağı düşəcəyini düşünürəmsə, short basıram. Mən də onu deməyə çalışıram ki, yəni əgər qızılın qiyməti düşürsə, orada mənim xeyrim nədir? Necə qazanıram əgər shortu basıramsa? İndi onu başa salacağam. Burada şey yoxdur. Yəni var da burada. Baxım görüm burada var şey. Ora nə qoyum? Yanına bank qoyum getsin də. Bura nə varsa yax. Market. Bir dənə də belə deyim də. Bir dənə də ondan qoyaq. Yox, ondan yox. Ona oxşar bir şey qoyaq. Ona oxşar bir şey. Baxaq görə nə var. Heç kilsə qoyaq ora. Bir dəqiqə. Market kimi bir şey görsəm, onu qoyaram. Market belə olsun qoy. Market belə olsun. Normal market deyil. Yəni ki, bu burada məsəl üçün deyək, bura nədir? Bura deyək ki, bir dəqiqə. Bura şirkətdir. Qızıl şirkətidir. Bura yazaq qızıl şirkəti. Qızıl şirkəti. Məsələn, qızıl şirkəti də olmasın. Qoy belə deyək də, qoy sadə. Əslində o tərəfdən, bu tərəfdən belə çox şey oldu. Qoy beləsi çox şey olur. Əli bir dənə o qalsın. Qoy bunu silək. Bunu sil. Bir dənə məsəl üçün dostun olsun. Daha rahat yoldan. Polis dostun olsun. Neysə. Bu sənin dostundur. Düzdür. Bu da qızıl bazarıdır. Yəni burada al-ver gedir. Başa düşürəm. Moskva qızıl bazarı, nə bilim, qızıl bazar axırı.
Lüboy qızıl bazarıdır. Yəni alırsan, satırsan, məsələn, nişan üçün qızılsa necə şeylərmiş elənsə bir şey. Demək, bu da dostundur. Bu dostun da 1 unsiya. 1 unsiya nədir? O 1 unsiya nə qədər təkamül olurdu? Məsələn, bax burada TradingView-də 1 unsiyasının qiymətini göstərir. Məsələn, 4 qızılın 1 unsiyasının qiyməti 4746-dır. Onu qramdan olaraq desəm, o nə qədər idi? 31 virgül nə qədər idi? Yəni 1 unsiyasının qiyməti. Yəni 1 qızılın bir tam dəqiq demək üçün deyirəm. Unsiyası neçə qramdır? Qram olmuzu. Ya. O da qramdır. 31, onu da biləsiniz də, yəni. 1 unsiyasının şeyi 31, qoy yazım. 31 nöqtə 10.35 10.35 qramdır. 1 unsiyası. Məsələn, 1 unsiya qızıl deyiləndə avtomatik 31.1035 qramdır. Başa düşdünüz nətər? İndi biz unsiya üstündə danışacağıq. Məsələn, dostunda səndə həmin bu qızıl var. 1 unsiya qızıl var onda. Sən qayıdıb deyirsən ki, dostuna, mənə qızıl borca ver. Qızıl 1 unsiya qızıl borc nəysə də 1 unsiya qızılı var, deyirsən mənə qızılı borca ver, mən sənə qaytaracağam deyirsən. Qızılın da qiyməti hal-hazırda məsəl üçün 5000 dollardır. 5000 dollar. Qızılın qiyməti. Bunu yaxşı diqqətlə qulaq asın bura. 5000 dollardır. Sən gedib dostuna dedin, qızılı mənə ver. O dostu qızılı verdi sənə. Düzdür? Qızılı verdi sənə, artıq səndə yoxdur. Bu səndədir. Sən bunu qızılı apardın, satdın bir dənə qızıl yerinə, kimməsə, hər kiməsə. Sənə 5000 dollar verdi. Sən artıq qızılı satdın, dostunun qızılını satdın. Səndə 5000 dollar cibində pul var. Bu sənin pulundur. Düzdür? Artıq sənin oldu, yəni. İndi qızıl isə 5000 dollardan düşdü 4000 dollara. Düşdü 4000 dollara. Sənin əlində 5000 dollar var axı. Satmısan. Deyək ki, 1 ay sonra düşdü. Dostlar deyin ki, hə, bir aya qaytarıram pulu. Daha gedib cəmaatda borc götürməyin. Yoxsa qızıl götürməyin. Çünki qızılı oğurlayasınız, tez-tez hikmət başa saldı. Nəysə, getdiniz, qızılı neynədiniz, nağardınız. Qızılın qiyməti düşdü, 5000 dollardan aşağı düşdü, oldu 4000 dollar. Siz təzədən əlinizdəki olan 5000 dollar yoxdur. Sizin 5000 dollarınız var axı. Qızılın qiyməti 1 unsiyasının qiyməti 4000 dollardır. Siz buradan 4000 dollarını verdiniz, aldınız bir dənə unsiya qızıl. Sənin dostuna nə qədər borcun var idi? 1 unsiya qızıl. Yəni pul borcun yoxdur. Sən ona unsiya qızıl qaytaracağını demirsən də. Başa düşdün? Unsiya qızıl olaraq işləyir bu. İşləyir deyəndə ki, elənsən sən 1 unsiya qızıl götürmüsən, onu da qaytarmalısan. Sənin onun haqqı odur. Sən apardın 1 unsiya qızılı verdin dostuna. Əlində nə qədər pul qaldı? Əlində də 1000 dollar xeyir qaldı. Sən bunun dostun qızılını götürdü, sənin də əlində qaldı 1000 dollar. Ya başa düşdünüz nə deməkdir? İstədiyimi. Qızılı dostun alanda yüksək qiymətdədirsə qızıl, məsələn 5000 dollardırsa qızılı dostundan götürürsən, aparsan, satırsan qızılı. Aldın 5000 dolları. Qızılın gözləyirsən, o pulu gözləyirsən, tutsan özündə, qızılın düşməsini gözləyirsən. Qızılın qiyməti düşdü, 1 unsiyasının qiyməti 4000 dollara. Cibində də 5000 dollar olduğuna görə aparsan 4000 dollar verdin ora. Verdin ora, əlində 1000 dollar qalır, apardın qızılını qaytardın, əlində də 1000 dollar xeyir qalır. Yəni ki, beləncə işləyir. Yəni o short yönlü model beləncə işləyir. Onu başa salmağa çalışıram. Yəni bunu da başa düşdünüzsə artıq geriyə heç nə qalmır. Yəni bunu sonra silərəm də nə olur? Hə, heç nə qalmır. Sıradakı növbədəki şey olacaq. Artıq nəyə başlasam? Çox şeyə başlanmışam. Artıq bundan sonra texniki analizlərə girəcəm. Bazardığım qədər tez girməyə çalışıram ki, hamısı xeyirli olsun. Tez bazar öyrənirsiniz də. Tez bazar da deyəndə ki, qayda kimi bir şeydir də, sadəcə öyrənin. Gələn dəfədə keçək texniki analizə, bilmədiyim, əgər demədiyim, videoda demədiyim nəsə var idisə, yorum şərhə bölməsinə yazın, yorum şərhə bölməsinə. Şərh bölməsinə yazın, orada mən sizə başa salmadığım bir şey varsa onu da başa salın və yaxud da ağılda sual qalan bir şey varsa, bizim Telegram kanalımız var. Ora gəlin ki, orada da suallarınızı verə bilərsiniz. Başa düşdünüz? Biz hər dəfə orada oluruq onsuz da. Nəsə gəlin sual verin.
və yaxud da ki, bir şey eləyin, başa düşdünüz nətər? Yəni aktiv olmağa çalışın bu işdə. Bilmədiklərinizi soruşun. Yəni bilməmək ayıbdır, öyrənməmək ayıbdır. Bir dənə atalar sözü soxduq burada bizə bəsdir. Videonu bağlaya bilərik. Birinin dozunu aldıqsa bağlaya bilərik. Oldu. Hər kəsə öpürəm, var olun. Bu yolda da uğurlar hamıya. İnşallah video uğurlu olsun sizin üçün. Yəni çox uzatmıram qardaşım. Sağ ol, salamat qal.